Hörmətli valideynlər, övladınız yalnız dərs oxumalıdır. Əgər övladınızın bir istiqamətli böyüməsini, yəni təhsilli robot olmasını istəmirsinizsə, bu fikirdən əl çəkin. Əyləncənin məktəblinin həyatında rolu böyükdür. Şagirdin dinamik və hərtərəfli inkişafı üçün əsas amil dünya görüşüdür. Dünya görüşü intellektual oyunlarda, komanda yarışlarında, muzeylərə və tarixi məkanlara ekskursiyalarda formalaşır. Natiqlik qabiliyyəti layihələrdə, təlimlərdə, müxtəlif səpkili müzakirələrdə formalaşır. Ünsiyyət bacarığı komanda daxilində, komanda yarışlarında, əyləncəli görüşlərdə formalaşır. Bir sözlə, bu fikri unutmayın. Övladınızın pozitiv, ünsiyyətcil, dünya görüşlü olmağını istəyirsinizsə, onların asudə vaxtlarını səmərəli və düzgün keçirməsi üçün şərait yaradın.